Salam değerli insanlar, her vaxtınız xeyir olsun. Allah'ın salamı herkese olsun. Bu arada da video karşınıza çıkanda yorum yazıp beğen atmağı unutmayın. Ben de sizin için faydalı belə marifləndirici videolar çekim paylaşım. Kardeşler var ki, inkubator ala bilmirlər, imkanları zəifdir, ala bilmir, istəyir özünü çıxsın. Ben de onlar için hər cür şəraitdə, hər cür variantda setlər düzəltmişəm. Yəni ventilatorla, ne bileyim termodatiklə, nəm ölçənlə. Kimə hansına uyğundur, kimin bütçəsinə uyğundur, ondan istifadə etsin. Mən adətən elə belə deyək, 12 voltla daha çox mən iş görürəm. Həm prosesorlar çox qızmır, həm də iş prinsipi daha asandır və maliyyə baxımından da daha düşük. Yəni deyəlim ki 20-30 watt 12 voltdur. Bu məsələn bir gündə yandırdığı, yok 10 günde yandırdığı ışığın pulu bu bir günde alır. Bu fark. Mesela orada ona göredir ki 12 voltla hardasa təsərrüfat eləmək olur. Neyse geldik biz işin əsas mövzusuna. Kardeş bu 452'dir. Sağ tərəfdəki qırmızı istini göstərir, sol tərəfdəki mavi olansa yaşılı. Yaşıl neydi? Soyuğu, yani nəmişliyi. Yani yaşıl ışıq nəmişliyi göstərir, kırmızı ışıqda istini göstərir. Yani bu hal-hazırda niye yanır? Çünkü nem səviyyəsi içeride gerek 50 ola ki, mən indi 50'yə qoymuşam bunu. Bu ışıq sönə ki, artıq nem qaydasındadır. İstiliyi də həmçinin 37'də deymən ışıq yanlı qalır. Bunun indi bir dəfə də bunun işləmə qaydasını sizə çəkib göstərərəm. Yani siz bunu aldınız, 12 volt girişli, 12 volt giriş və çıxışlar, hazırda bax görürsünüz, çıxışlar ise 220'dir. Siz bu çıxışlardan 12 voltda alabilirsiniz. Yani bunlar birbiriyle bağlantılı değil. Bu nəmin ayarı, bu ise istiliyin ayarıdır. Siz bura 12 volt takıp lampa da takabilirsiniz işləsin və yaxud da ki 220 volt çıxış alıp lampa yine takabilirsiniz. Eynindən də bura. Burada yani nem ölçənin istədiyiniz nem ölçəni idarə edə bilərsiniz. İstəyirsiniz 12 voltluk nem ölçənlə idarə edin, yəni buxarla, istəyirsiniz 220 ilə. Yəni bu sizin öz belə deyək də seçiminizdə qalır. Giriş 12 volt 1 amper, çıxış sizin üçün istəyirsiniz 220 çıxış alın, istəyirsiniz 12 volt çıxış alın. Çıxışı da necə alacaqsınız? Məsələn bir dənə fazanı gətdiniz taxdınız bura, bir dənə faza gəldi taxıldı bura. Digər nolsa gedib ventilatorun bir ayağına bağlanacaq. Yəni ventilatorun bir şnuruna bağlanacaq. İkinci şnuru ise ventilatorun ikinci şnuru ise gelip bağlanacaq bunun sol tərəfinə. Bu şekilde yine nem de bu cür, yani istili datsiki de bu cür. İkisi bir arada. Bunu da bu şekilde bir tane qəşəng qaba yığırsınız ve bu şekilde yığdınız. Şu. Təhlükəsiz ve arkasında da böyle 3 tane deşik açırsınız. Toklar da buradan getdi. Bunu apardınız, bağladınız inkubatorun üstüne. Şu, qutardı getdi. Tokları da bağlıyorsunuz bunun üstüne. İndi hal-hazırda ben 12 voltluk fanla işlədirəm bunu. Çünkü ben adeten 12 voltlar mənim üçün daha çok avantajlıdır. Hem bu pərlər bir il işləyir, yanmır, amma onlar bir müddət işləyir. Məsələn 5 ay, 3 ay, nə bilim 2 ay, ya bir il işləyir, işləmir bilmirəm. Amma bunları mən 3-cü illik inkubatorumda işləyir, hələ də bunlarda problem olmuyor. Amma onları hələ tam bilmirəm, onlar neçə saat işləyir, neçə ay işləyir, neçə il işləyir, ondan məlumatım yoxdur. Amma bundan faktuşda bilirəm də iş prinsipi nədir. Allah razı olsun, Allah hər birinizdən razı olsun. Videonu bəyənib, yorum yazıb və takip etməyi da unutmayın. Mən də sizin üçün faydalı videoları çəkim. İndi hal-hazırda bunu mən inkubatorun üstüne yığandan sonra sizinle tekrar paylaşacağım. Hazırda bunun inkubatoru da hazırdır. Hazırdır bunun inkubatoru. Şnurlar da çıxıb, hər şey hazırdır. Yəni bu 108 yumurtalıq inkubatordur. Tam avtomatikdir, sadəcə çevirmə əlləndi. Yəni yumurtanı qoydunuz, birinci dəfə suyun tökdünüz, qutardı getdi. Sadəcə siz burada əllə çevirəcəksiniz. Vəssalam. Yaxınlarda inşallah onu da aradan qaldıracağım. Bu ise, bu inkubator ise, bu da tam elə o qaydada işləyir. Tam avtomatik, suyu, buxarı, istiliyi, hər şeyi sadəcə bunda da əllə çevirmədir və bu da satışda da hazırda. Kim istəyirsə buyurub əlaqə saxlaya bilər. Bu gördüğünüz ise təmirə gəlib, bu artıq təmir olub,
İçinə yumurta vurmuşam. 14-cü günüdür, az qalıb çıxışına. İnşallah bunu da göndərəcəm müştəri. Müştəri dedi ki, təmir elə, düzəl, işləsin və yumurta çıxışı al. Nə qədər pul tutur, nə eləyir, yumurtanın da pulunu verəcəm, düzəltinin də və nə qədər xərci çıxıbsa hamısını ödəyəcəm. Mən də təmir elədim, hazırda iş prinsipi də budur. Kimin də bunlarla bağlı problemi olarsa, kimin də bununla bağlı işi, yəni belə deyək də, hər hansı bir çətinlik olarsa buyurub əlaqə saxlayıb məlumat ala bilər. Bu arada da ki, bütün avadanlıqlardan da satışda var. Buyurun, yararlanın. Mən də əlimdən gələn qədər sizlərə kömək olur. Yəni inkubator yığa bilməyənlər də qismən kömək eləyə bilərəm. Təbii ki, vaxt aşırı, vaxtım çox olmur deyim, qismən. Yəni bacardığım qədər kömək eləyə bilərəm. Yəni qoşulmasıdır, nə bilim, yığılmasıdır. Deyəlim ki, siz qoşa bilmirsiniz. Siz məndən aldığınız məhsulu mənə deyin ki, mən yığım, mən kompleks şəkildə, bu şəkildə yığıram sizə, göndərirəm. Hazır vəziyyətdə. Siz sadəcə, məsələn, buradan şnuru açırsan, uzadırsan, həmən şnuru bağlayırsan yerinə. Yəni siz bura əlavə heç bir şey müdaxilə eləmirsiniz. Nə hardan açmısınız, orada bağlayırsınız. Yəni istədiyiniz seti yığıb sizə göndərə bilərəm. Allah razı olsun, təşəkkür edirəm, var olasınız.